Göylərdən gələnlər, göylərdəki tanrılar və ya Anunnakilər. Əsrlərdir insanları düşündürən, lakin min illər öncə insanlarla birbaşa əlaqəyə keçən varlıqlar. Onların varlığı bugün bizi nə qədər təəccübləndirsə də, minlərlə il öncə insanlar onlara o qədər inanırdı ki, hətta onlara Tanrı adı belə vermiş, onlar haqqında dastanlar yazmış, rəsmlər çəkmişdir. Tanımadığımız bu varlıqlar haqqında bu qədər çox mədəniyyətlərdə rastlaşmağımız qəribə deyil, elə isə hara yoxa çıxdılar? Kimdir axı bu Anunnakilər? Anunnaki sözü Şumer dilində Anunnak kimi istifadə edilir. Mənası isə səma tanrısı olan Anunun övladları deməkdir. Biz onlar haqqında ən geniş məlumatı saf mənbə kimi Enuma Elişdə və Gilgamış dastanında görürük. Bunlardan xüsusən Enuma Eliş dastanı onların yerə gəlişi və ondan öncəki hadisələrindən bəhs edir. Dastanın adı ilk misrasından götürülüb, mənası isə yuxarıda ikən kimi anlaşıla bilər. Tarix 1849-cu ili göstərdikdə İngilis arxeoloq Austin Henry Layard və onun komandası tərəfindən qədim Ninova, indiki Mosul şəhərində Aşurbanipal kitabxanasında arxeoloji qazıntılar aparılırdı. Həmin qazıntılar zamanı bütün dünyanın ağlına böyük bir sual işarəsi qoyacaq gil lövhələr tapıldı. Bu lövhələr 7 hissədən ibarət Akkad dilində mix yazı ilə yazılmışdı. Lövhələr Britaniya muzeyinə təhvil verilir və uzun illər tərcümə edilmir. 1870-ci ildə isə muzeyin əməkdaşı George Smith tərəfindən ilk dəfə oxunur və tərcümə edilir. Tərcümədən sonra bəlli olur ki, bu mətnlər yaradılışdan bəhs edir və həmin dövrün inanc sistemini bizə tanıdır. Amma bununla yanaşı bizim inkişaf etməmiş cəmiyyət kimi tanıdığımız eramızdan əvvəl 2000-ci illərə aid toplumun kosmik müharibələrdən də danışdığı ortaya çıxır. Bir çox şumeroloq və asirioloqun həmin dövrlərdə müzakirə etdiyi bir məsələ cəmiyyətdə də böyük bir səs-küyə səbəb olur. Babil cəmiyyəti həqiqətən də kosmosla və ya kosmosdan gələnlərlə əlaqədə idi? Enuma Eliş tabletlərində təkcə Anunnakilərdən deyil, onların da tanrılarından bəhs edilir. Hətta qəribə də səslənsə, tanrılarının da tanrılarından bəhs edilir. Tabletlərin qısa xülasəsinə nəzər salaq. İlkin olaraq birinci tabletdə böyük xaosdan söhbət gedir. Yalnız şirin suların okeanı olan Apsu və duzlu suların okeanı olan Tiamat mövcud idi. Başqa heç nə yox idi. Onların qarışmasından isə ilk nəsil tanrılar Lahmu və Lahamu yaranır. Daha sonra isə Anşar və Kişar doğuldu. Sonra isə Anu, daha sonra isə Ea, digər adı ilə Enki yarandı. Daha sonra isə Anunnakilər meydana çıxdı. Gənc Anunnaki tanrıların çoxalması və səs-küy salması Apsunu qəzəbləndirdi. O gizlincə Mumu ilə birgə onları məhv etməyə qərarına gəldi. Tiamat əvvəlcə buna qarşı çıxsa da, Apsu onu fikrindən döndərdikdən sonra o da bununla razılaşdı və Apsunun fikirləri onun xoşuna gəldi. Müdrik Ea onun planını öyrəndi və sehrlə Apsunu yatışdırıb onu öldürdü. Bədənini parçaladı və Mumunu əsir aldı. Qələbədən sonra Ea Apsuda öz sarayını qurdu və sarayı Apsu adlandırdı. Bu sarayda arvadı Damkina ilə birlikdə yaşadı. Bu sarayda onların oğlu bütün hadisələrin başlanğıc səbəbi Lord Marduk doğuldu. Marduk böyüyüb güclü, ağıllı və parlaq bir tanrı oldu. Digər tanrıların sevimlisinə çevrildi. İkinci tablet Tiamatın qəzəblənməsi hadisəsindən bəhs edir. O, Apsunun ölümündən sonra uzun müddət susqun qaldı. Amma sonra qəzəbi oyandı. Ea'nın etdiklərinin intiqamını almaq qərarına gəldi. O, öz ətrafına dəhşətli varlıqlar, ilanlar, əjdahalar, əqrəb insan və sair toplamağa başladı. Onları qəzəblə silahlandırdı və başlarına komandir olaraq Gingu adlı tanrını qoydu. Ginguya müqəddəs lövhələri, tale lövhəsi verdi. Onu öz ordusunun baş komandiri elan etdi. Anşar, Ea, Anu bu qəzəbi görüb dəhşətə gəldilər. Anşar öncə Anuya bildirdi ki, gedib Tiamatla vuruşsun, lakin Anu bundan qorxub geri çəkildi. Daha sonra Ea'ya başlatdığı döyüşün məsuliyyətini öz üzərinə almağı məsləhət gördü və Tiamatın qarşısına çıxmağını bildirdi. Ea da bundan qorxaraq geri çəkildi. Daha sonra tanrılar məclis quraraq Ea'nın oğlu Marduku çağırdılar. Onlar Mardukun qüdrətli olduğunu bilirdilər və ondan kömək istədilər. Marduk razılaşdı. Amma bir şərtlə ki, əgər Tiamatı məğlub edərsə, tanrıların ən böyüyü o olacaq. Onların üzərində hökmranlıq edəcək. Tanrılar bununla razılaşdılar
və Mardukun əlinə bütün səlahiyyətləri verdilər. Üçüncü tabletdə bəzi əvvəlki hissələrin təkrarı ilə rastlaşırıq. Lakin bu təkrarlarla yanaşı bizi digər hadisələr də qarşılayır. Tanrılar toplaşaraq Marduku baş tacı ilə bəzəyir və ona taxt düzəldirlər. Onun üçün məclis qururlar və onu ən başda əyləşdirirlər. Onun gücünü sınamaq üçün isə qarşısında bir paltar qoyurlar. Marduk nəfəsi ilə onu yox edir və yenidən geri gətirir. Bu hərəkəti tanrıları heyrətləndirir. Hamısı onu tanıyır və beləliklə ona itaət edirlər. Daha sonra isə Marduka böyük silahlar vermək qərarına gəlirlər. Şimşək, tufan, külək və qılınc. Həmçinin onun üçün tor, nizə və döyüşdə istifadə edəcəyi tilsimli küləklər də hazırlanır. Tanrılar Mardukun arxasında duraraq ona xeyir-dua verirlər və onu döyüşə hazırlayırlar. Beləliklə, Marduk Tiamata qarşı döyüşə çıxır. O, Tiamatın hiddətini və ordusunun qorxunculuğunu görür. Lakin qorxusuzca onun üzərinə gedir və planını həyata keçirir. Marduk Tiamatı cəlb etmək üçün ona qarşı öz güclərindən istifadə etməyə başlayır. Tufan və küləkləri ilə onun hərəkətini məhdudlaşdırır. Daha sonra isə ona verilmiş nizə və tor ilə Tiamatı tutur. Tiamat əsəbləşərək öz əjdaha və canavar ordusunu hücuma keçirir. Marduk onu döyüşdə çevik hərəkətlərlə əzərək Tiamatın bədənini iki yerə bölür. Bir hissəsindən göyləri, digər hissəsindən isə yeri yaradır. Bu qələbədən sonra Mardukun qüdrəti bütün tanrılar tərəfindən tanınır. Qələbədən sonra Marduk Tiamatın yaratdığı digər qorxunc varlıqları da məhv edir. Yingunu tutur və tale lövhələrini əlindən alır. Yingunu bir məqsəd üçün istifadə etməyi planlaşdırır. Onun cəzasını çox qəribə tərzdə verir. Qanundan insanları yaradır ki, insanlar tanrılara xidmət etsinlər və dünyadakı işləri yerinə yetirsinlər. Beləliklə 4-cü tablet haqqında da məlumatları aldıqdan sonra çox maraqlı hadisələr bizi qarşılayır. Bu tabletlər bizə George Lucas'ın Star Wars'unu xatırlatsa da aralarında 4000 illik, bəlkə də daha çox məsafə var. Eramızdan əvvəl 2000-ci illərdən də öncəyə istinad edilən bu dastan bizim fikrimizcə inkişaf etməmiş bir toplum tərəfindən uydurulmuş hekayə idi. Lakin kosmik müharibənin uydurulması həm də bizim düşündüyümüz kimi bir cəmiyyət mövcuddursa, həmin cəmiyyətdə bunların uydurulması çox absurd yanaşmadır. 5-ci lövhə digərlərindən fərqli olaraq bir çox müzakirələrə yol açmış məsələlərdən bəhs edir. Xüsusilə kosmik stansiyaların təyin edilməsi günümüzdə də sual doğuran məsələlərdən biridir. Mardukun təyin etdiyi stansiyalardan biri də Nibiru adlanır ki, bu stansiya insanları izləmək üçün nəzərdə tutulmuş planet deyə biləcəyimiz yerdir. Həmçinin Tiamatın bədənini iki yerə bölüb bir hissəsindən göyləri, bir hissəsindən isə yerləri yaratmağı hadisəsi bu tabletdə qarşımıza çıxır. Bu səbəbdəndir ki, bundan öncəki hadisələri hələ yer qurulmazdan öncə baş verdiyi üçün kosmik müharibə adlandırılır. Marduk davamında 12 ayı və onun mərhələlərini, günəşin və ayın hərəkətlərini qaydaya salır. Gündüz və gecəni nizama salaraq isə təqvimləri yaradır. Sonra dənizləri, çayları və vadiləri formalaşdırır. Bir sözlə, bu tabletdə yerin formalaşmasına, daha doğrusu düz dünyanın formalaşmasının şahidi oluruq. Hansı ki, müqəddəs mətnlərdə keçən göy qübbəsi və onun çıxışlarının bağlanması hadisələri də bu tabletdə keçir. 6-cı lövhədə isə artıq yer formalaşmış vəziyyətdədir. Lakin insanlar hələ yaradılmayıb. İnsanların yaradılması isə Ea tərəfindən atılan addım olur. Lord Marduk Tiamatın qəzəblənməsinə səbəb olanı axtardıqda tanrıları toplayır və onlardan soruşur. Cavabında isə tanrılar Gingu müharibəni başlatdı, Tiamatı üsyana qaldırdı və döyüşü başlatdı deyə cavab verirlər. Beləliklə Gingunu Ea'nın qarşısında bağlayırlar. Ea isə onun qan damarlarını kəsərək insanları yaradır. İnsanlara isə vəzifə olaraq tanrılara xidmət vacib edilir. Marduk isə Anunnaki tanrılarını yuxarı və aşağı tanrılar olaraq qruplara ayırır. Beləliklə o 300 tanrını göylərdə, kosmik stansiyalarda qərarlaşdırır. 600 Anunnakini isə yer altına yerləşdirir. Sonra isə Anunnakilər ona hədiyyə olaraq bir məbəd tikmək istəyirlər. Marduk isə Babili inşa etmələrini onlara bildirir. Babil inşa edildikdən sonra isə tanrılar orada ziyafət edirlər. Beləliklə, bu tabletdə də görürük ki, Anunnaki tanrıları artıq zəhmətdən azad olurlar.
Onların yerinə Marduka xidmət etmək insanların vəzifəsinə çevrilir. Lakin Anunnaki tanrıları da tamamilə istirahət etmirlər. Onlar da insanlara nəzarət etməklə vəzifələnir. Həmçinin digər vəzifələri isə Marduka ibadət etmək olur. Tabletin sonuna doğru Mardukun adları ilə biz tanış olmağa başlayırıq. 7-ci tabletdə də Mardukun adlarından bəhs edilir. Onun Şazu, gizliləri bilən, Asaru, yaradılışın və torpağın nizamının qoruyucusu, Belmummu, nizamın və planların yaradıcısı kimi adları mövcuddur. Tabletlərin bəzi hissələrində qırıqlar olsa da, ümumi mövzunun nədən bəhs etdiyini anlamaq çətin deyil. Ola bilsin ki, bu tabletlər qədim Şumer cəmiyyətinin müqəddəs kitabı idi. Bu tabletlərdə İbrahimi dinlərlə oxşarlıqlar da mövcuddur. Bunlardan başlıcası Mardukun 50 adıdır. Bunlar onun xarakterini bizə göstərir. Həmçinin maraqlı məqamlardan biri də Həzrəti Musanın əhd lövhələri ilə bənzər obyektlərin olmasıdır. Bu lövhələrin adı Enuma Elishdə Tali lövhələri kimi keçir. Böyük döyüşdən öncə Tiamat bu lövhələri Ginguya verir ki, o onun sərkərdəsi olsun. Bu lövhələr Enuma Elishdə Tubbi Şimati kimi adlanır. Müqəddəs Qurani-Kərimdə isə lövhələr haqqında Əraf surəsi 145-ci ayədə oxuyuruq. Uca Allah buyurur: Hər cür nəsihəti və hər şeyin izahını onun üçün lövhələrdə yazdıq. Bunları möhkəm tut və qövmünə də onların ən gözəlindən yapışmalarını əmr et. Yaxın bir vaxtda sizə fasiqlərin yurdunu göstərəcəyəm. Qurani-Kərimdə Əl-Vəh kimi istifadə edilən lövhələr haqqında Tövratın çıxış, digər adı ilə Şemot, Bereşit və ya Exodus kitabının bir neçə hissəsində Luxot Habrit kimi keçir. Mənası isə əhd lövhələrdir. Bu lövhələrdə 10 əmr qeyd olunmuş və 2 hissədən ibarət. Həmçinin bu lövhələrin mistik gücləri də İbrahimi dinlərdə göz ardı edilməyəcək məsələdir. Qurani-Kərimdə Bəqərə surəsi 248-ci ayədə İsrail oğullarına göndəriləcək hökmdarın hökmdarlıq əlamətlərindən bəhs edərkən onda Musaya verilmiş olan əhd sandığının olmasıdır ifadəsi keçir. Peyğəmbərləri onlara belə dedi: Onun hökmdarlığının əlaməti sandığın sizə gəlməsidir. Onun içində Rəbbinizdən bir təskinlik, həmçinin Musa və Harun nəslinin arxada qoyduğu qalıntılar vardır. Onu mələklər gətirəcək. Əgər inanırsınızsa, bunda sizin üçün bir dəlil vardır. Bu sandığın içində əhd lövhələri olması haqqında isə yenidən Tanah külliyatından oxuyuruq. Tövratın çıxış kitabının 25-ci bab 16-cı ayəsində Musa peyğəmbərə əhd sandığının içinə qoymalı olduğu əşyaların vəhyi gəlir. Burada belə buyrulur: Sandığın içinə sənə verəcəyim şəhadət lövhələrini qoyacaqsan. Sandığın içindəkilər haqqında təkcə bu kitabda, bu babda deyil, digər kitablarda da, məsələn, 1-ci Padşahlar İbranilərə kitabında da qeyd olunur. Həmçinin onun içində manna olan qızıl qab, Harunun tumurcuqlanmış əsası olduğu da qeyd olunur. Bu sandığın döyüşlərdə yardım etməsi haqqında isə 1-ci Şamuel kitabının 4-cü babından oxuyuruq. Döyüşçülər düşərgəyə qaydanda İsrail ağsaqqalları dedilər: Nəyə görə bugün Yehova bizi Filistlilərə məğlub etdi? Gəlin, Şilodan Yehovanın əhd sandığını gətirək. Qoy yanımızda olsun və bizi düşmənin əlindən qurtarsın. Beləcə, xalq Şiloya adam göndərib, keruflar üzərində taxt quran ordular Allahı Yehovanın əhd sandığını gətirdi. Bu sandıq və onun içindəki lövhələr kimdədirsə, həmin orduya xüsusi bir güc qatdığını müqəddəs kitablardan oxuyuruq. Tiamatın Ginguya verdiyi lövhələr də buna bənzərlik təşkil edir. Bu lövhələr əslində Gingunu məğlub edilməz etməli idi, lakin etmədi. Gingu məğlub olur. Əslində 1-ci Şamuel kitabında da İsrail oğulları əhd sandığı onlarda olsa belə məğlub olurlar və əhd sandığı lövhələr Filistlilərin əlinə keçir. Bu bənzərliklər əslində təsadüfi deyil, lakin ortada görünən odur ki, uzun illərlə fərq var. Tövrat ilə eramızdan əvvəl 2000-ci illərdən öncəyə istinad edilən Enuma Elish arasında minlərlə il fərq var. Enuma Elish Tövratdan daha qədim yazılı nümunədir. Bu sualların cavabı üçün hal-hazırki zamanda imanlı şəkildə məsələyə yanaşmağımız mütləqdir. Çünki bu eyniliyi rasional yanaşma ilə inkar etmək mümkün deyil. Əgər hadisəyə dünyəvi gözlə deyil, daha geniş çərçivədən baxsaq, düşünə bilərik ki, bütün kitablar eyni mənbədən, tək olan Allahdan gəldiyi üçün içindəki mövzular da eynidir. Amma illərin üst-üstə düşməməsində çox təəssüf ki, eyni inancla yanaşmalı olduğumuzu deyə bilməyəcəm. Ortada dövrümüz imperialist güclərin bizi aldatdığı bir çox məsələ var. Bunlardan biri də tarixi təhriflərdir. Belə görünür ki, eramızdan əvvəl 1300-cü illərə aid edilən Həzrəti Musa həmin illərdə yaşamaya bilər. Bu haqda isə növbəti videolarda danışacağıq. Bunun üçün kanala abunə olub
videoları izləməyə davam edin. Anunnakilər haqqında təkcə Enuma Elişdə deyil, yenidən müqəddəs kitablarda keçir. Onlardan ilki yenidən müqəddəs Quran-Kərim ola bilər. Belə görünür ki, Cin surəsində keçən ayələrin bəziləri də Anunnakilərə işarə edir. Məsələn, Cin surəsi 8-9-cu ayələrdə Enuma Elişin 5-ci tableti ilə bənzərliklər qarşımıza çıxır. 5-ci tabletdə gözətçi məntəqələr haqqında söhbət gedir. O, astronomik stansiyanı böyük ilahlar üçün qurdu. Ulduzların təsvirlərini təyin etdi ki, zodiak kimi hər biri doğru işləsin və parlasın. Bu mətnləri açıqlamaları da Quran-Kərimin Cin surəsinin 8-9-cu ayələrində cinlərin dilindən eşidirik. Biz göyə qalxıb onu yoxladıq. Onun güclü gözətçilərlə və yandırıb yaxan ulduzlarla dolu olduğunu gördük. Biz qulaq asmaq üçün onun bəzi yerlərində otururduq. Ancaq indi kim qulaq asmaq istəsə, yandırıb yaxan bir ulduzun onu gözlədiyini görər. Bu hadisələrin oxşarlığı heç də təsadüfi deyil. Görünən bu oxşarlıqların bir deyil, bir neçə olması artıq Anunnaki mövzusuna ciddi yanaşma tələb edir. Anunnakilərin planetləri haqqında Cin surəsində keçən göyün bəzi yerlərində otururduq ayəsi Enuma Elişin 5-ci tabletində keçən Nibiru kosmik stansiyası ilə üst-üstə düşür. Müasir nəzəriyyələrə əsasən belə bir planet yoxdur. Bu planetin varlığı NASA və digər astronomik qurumlar tərəfindən inkar edilir və elmi əsası olmayan bir fərziyyə kimi qiymətləndirilir. Ancaq bu nəzəriyyəni qəbul edən alimlər də az deyil. Bəzi nəzəriyyələrə görə uzaq Günəş sistemində planet X adlı böyük bir planetin olması ehtimal edilir. Onun orbiti isə çox elliptikdir. Bu elliptik orbit yerə yaxınlaşır və ondan bir o qədər də uzaqlaşır. Demək olar ki, ellipsin ən uzaq nöqtəsində yerə yaxın vəziyyətdə olurlar. Amma bu da nəzəriyyə olaraq qalır və sübuta yetirilməyib. Bu planetin varlığı haqqında əksər miflərdə oxumağımıza baxmayaraq, bunun sübuta yetirilməməsi və ya bu haqda danışılmaması ayrıca sual doğuran məsələlərdən biridir. Əgər bu işarələr təkcə bir mədəniyyətdə ortaya çıxmış olsaydı, bunu nağıl adlandırmaq mümkün olardı. Amma bu bənzərliklər bir-birindən uzaq bir neçə mədəniyyətdə eyni formada təsvir edilirsə, artıq məsələyə ciddi yanaşmaq lazım olduğunu anlamaq lazımdır. Anunnakilərin hər 3600 ildən bir yerə keçmə ehtimalını isə ilk dəfə Zaxariya Sitchin ortaya atmışdır. O, Şumer mətnləri üzərində apardığı araşdırmalar nəticəsində bu qənaətə gəlmişdir ki, Nibiru hər 3600 ildən bir yerə ən yaxın olan nöqtədən keçir və bu yaxınlaşma zamanı Tanrı adlandırılan Anunnakilərin yerə keçidləri baş verir. Lakin bu keçidlərin baş verməsi heç də asan prosedur kimi görünmür. Asan olmaması isə o demək deyil ki, bu günə qədər keçidlər baş verməmişdir. Görünən odur ki, onların keçidləri insan yer üzünə gələndən sonra bir neçə dəfə baş vermişdir. Bu keçidlərdən sonra isə bir səbəbdən yer üzərində tufan baş vermiş və yerdə olan Anunnakilər də insanlarla birlikdə həlak olmuşdurlar. Yalnız peyğəmbərlər və xilaskarlar tərəfindən xilas edilənlər istisna olmaqla. Bu keçidlərin izlərini biz dünyanın bir çox yerlərində görürük. Baş vermiş keçidlərlə yanaşı, baş verəcək keçidlərə hazırlıq prosesdə gözümüzdən yayınmır. Əgər keçmiş keçidlərə nəzər salsaq, bunlardan ən qədimlərindən biri də Qobustan ərazisində baş verən keçid olduğunu görə bilərik. 2007-ci ildə UNESCO-nun Dünya İrsi siyahısına daxil edilmiş bu qayaüstü rəsmlərdə Anunnaki bənzəri varlıqlarla da rastlaşırıq. Bununla yanaşı, həmin ərazidə tufan izlərini göstərən gəmi təsvirləri də qarşımıza çıxır. Əlavə olaraq, insanların ulduz, Günəş, ay kimi təsvirlərlə kosmik işarələr verməsi də önəmli nüanslardan biridir. Bununla da bitmir. Ən önəmli məqamlardan biri də həmin ərazilərdə masa dağın olmasıdır. Masa dağlar təbiətin selektiv eroziya ilə yaratdığı təbii masa şəklində olan dağlardır. Sərt süxurlar qalır, yumşaq olanlar isə eroziya ilə yox olur. Lakin bu dağlar üstünün düz olması ilə digərlərindən fərqlənir və keçidlər zamanı Anunnaki kosmik gəmilərinin eniş etməsi üçün ən ideal yerlərdir. Əgər bu yerlərin təkcə Qobustanla sərhədləndiyini düşünürsünüzsə, yanılırsınız. ABŞ-ın qərbdən Nevada ilə sərhəd olan Utah ştatında rastlaşdığımız Anunnaki rəsmləri olan ərazisində də masa dağlar bizi qarşılayır. Maraqlısı budur ki, dünyanın bir çox yerində Anunnaki rəsmləri mövcuddur və onların yanında masa dağlar da tarixi olaraq mövcud olmuşdur. Belə görünür ki, bu dağlarla Anunnakilər əlaqəlidir və onların eniş etməsi üçün münbit yer həmin hündürlükdədir. Anunnakilər qanadlı, bəzi mənbələrdə buynuzlu varlıqlar kimi qarşımıza çıxır. Gilgamış dastanına nəzər salsaq, Gilgamışın buynuzlu, yarı tanrı, yarı insan olduğunu görərik. Buynuz ümumiyyətlə tarixi olaraq üstün gücün simvolu olub. Makedoniyalı İskəndərin də sikkələrdə buynuzlu təsvir edilməsi onun insanüstü gücə sahib olması kimi dəyərləndirilə bilər.
lakin onun Zülqərneyn personajı ilə yaxından uzaqdan əlaqəsi yoxdur. Adlarındakı oxşarlıq və ya buynuzlu təsvir onların eyni personaj olmasını göstərmək üçün kifayət deyil. Ən önəmli məqam İskəndərin dini inancıdır ki, tarixi olaraq biz onun Allaha inanmadığını, Allaha şərik qoşulan Zevsə inandığını bilirik. Lakin Zülqərneynin isə Allaha inanan bir personaj olduğu Qurani-Kərimin Kəhf surəsi ilə sabitdir. Zülqərneynə gəldikdə isə onun bir insan deyil, daha çox Anunnakilərlə əlaqəli bir personaj olduğu da göz ardı ediləcək bir məsələ deyil. Lakin bunu isə növbəti videolarda müzakirə etmək ümidi ilə. Hər bir halda ən doğrusunu uca Allah bilir. Əgər videonu bəyəndinizsə, bəyən düyməsinə basmağı və həmçinin kanala abunə olmağı unutmayın.